Qəzzədə soyqırım gedir. Şiə öz əhli sünnət qardaşları ilə birlikdə İslam düşməni olan Siyonistə qarşı döyüşürlər. Vəhdət həftəsi, vəhdət prinsipi təkcə söz həddində qalmayıbdır. Əməl məqamında da bunu görmüşük. Məsəl üçün nümunə olaraq deyirəm, şiələr IŞİD-lə döyüşəndə əhli sünnət də gəlib öz şiə qardaşlarına kömək etdi. Bir cəbhədə döyüşdü. IŞİD təkfirçi qruplaşmaların əleyhinə onlara qarşı döyüşdü və bu yolda şəhidlər verdi. Və bunun qarşılıqlı tərəfin də şiədə görürük ki, şiələr hal-hazırda Qəzzədə soyqırım gedir. Şiə öz əhli sünnət qardaşları ilə birlikdə müştərək düşmən olan, qatı düşmən olan, İslam düşməni olan Siyonistə qarşı döyüşürlər. Hətta siz təsəvvür edin, şiənin dahi şəxsiyyəti, Seyyid Həsən Nəsrullah kimi şəxsiyyət, dəyərli bir şəxsiyyət bu yolda şəhid oldu. Yəni şiə şəhid verir sünni qardaşlarına görə. Sünni qardaşlar da şiəyə görə şəhid verir. Bu bir dəlildir ki, vəhdət mövzusu, vəhdət prinsipi müsəlmanlar arasında təkcə söz həddində deyil. Həmasın rəhbəri şəhid Qasım Süleymaninin məclisində söhbət edəndə 3 dəfə bu sözü dedi ki, şəhid Qasım Süleymani Quds şəhidi. Qasım Süleymani İraqda şəhid olmuşdu. Bəli. Amma o çox bəsirətli şəxs idi deyə bunu görürdü ki, bəli, Quds yolunda şəhid oldu. Və bu vəhdətin gözəl nümunələridir və ürək açan bir nümunələrdir. Əlbəttə bu istəyirik ki, bu maksimum həddə olsun.